Deməli, ilk sualda bizdən cəm isimləri istəyir. Buna görə də biz tək isimləri atmalıyıq. A variantında ox atılır, çünki oxen olmalı idi. B variantında progress təkdədir. Daha sonra C variantında berry təkdədir. D variantı bizim doğru cavabımızdır. Y variantında isə physics sözü təkdədir. Ona görə doğru cavabımız D variantıdır. 2-də də həmçinin plural nouns lazımdır bizə. Deməli, burada doğru cavabımız A variantıdır. B variantında face sözü təkdədir. C-də physics təkdədir. D-də progress, həmçinin strawberry, Y-də isə letter sözü təkdədir. 3-də isə bu dəfə bizdən tək isimlər istəyir. İndi isə cəmləri atmalıyıq. Information təkdədir, lakin places və teas cəmdədir. Ona görə bunlar çıxır. B variantında clothes cəmdədir. Ona görə bunu atırıq. C variantı bizim doğru cavabımızdır. D variantında oxen cəmdədir. Y-də isə watches cəmdədir. Qalır C variantı. 4-də isə singular, yəni tək isimləri istəyir. Deməli, doğru cavabımız A variantıdır. B variantında feet cəmdədir. C-də people, D-də police, Y-də isə mice. 5-də isə bizdən plural cəm isimləri istəyir. Deməli, mouse təkdədir, house təkdədir, clothes, people, feet. Tools isə təkdədir, çünki bunun cəmi teasdir. Və cavabımız olur 3, 4, 5, B variantı. 6-cı sualda isə bizdən cəm isimləri istəyir. Və bu zaman təkrar atmalıyıq. Deməli, doğru cavabımız A variantıdır. B variantında physics təkdədir. Daha sonra I təkdədir, watch təkdədir, fellow təkdədir. 7-də isə bizdən yenə cəm isimlər istəyir. Happiness təkdədir, experiment təkdədir. Daha sonra athletics təkdədir, day təkdədir və doğru cavabımız Y variantıdır. Daha sonra 8-ə də tək isimlər istəyir. Deməli, kites cəmdədir, canteens cəmdədir, spoons cəmdədir, tables cəmdədir və qalır B variantı. Daha sonra isə bizdən yenə tək isim istəyir. Cups cəmdədir, flags, mask hər ikisi cəmdədir. Doğru cavabımız C variantı olur. D variantında cars cəmdədir, carpets cəmdədir, qalır C variantı. Onda isə bizdən yenə tək isimlər istəyir. Geese cəmdədir, lice cəmdədir, songs cəmdədir. Daha sonra Englishman cəmdədir. D variantında isə deməli children cəmdədir, qalır Y variantı. 11-də isə bizdən yenə tək isimləri istəyir. Deməli, servants cəmdədir. Daha sonra businessman cəmdədir. C variantında tourist. D-də deməli, hər şey qaydasındadır. Y-də isə servants cəmdədir. 12-ci sualda bizdən tək isimləri istəyir. Puppets-də S var. Daha sonra B-də stairs-dir. C-də hər şey qaydasındadır. D-də isə fireplaces-dir. Y-də isə feet cəmdədir. 13-də deməli bizdən tək isimlər istəyir. 1 doğrudur. 2-də dolls var. 3-də teas cəmdədir. Daha sonra 4 və 5-də isə deməli S var. Qalır 1, 4 A variantı. 14-də isə yenə bizdən tək isimlər istəyir. Burada knives'da ES var. Daha sonra snowman təkdədir, knowledge təkdədir, roofs'da S var. Cheese təkdədir, feet cəmdədir. Qalır 2, 3, 5 A variantı. 15-də isə bizdən sayılmayan isimlər istəyir. Deməli, burada child sayılır, I sayılır. B variantında hand, baby bu sözləri biz cəmləndirə bilirik. C-də face, river'dir, bunlar sayılır. D variantında deməli farm sayılır və yerdə qalır Y variantı. Daha sonra 16-da yenə bizdən sayılmayan isimlər istəyir. Yəni ki, bu isimləri biz saya bilmirik. Deməli, burada hospitality'dir, oil'dir, electricity bunlar sayılmır. 2-də city-ni biz cəmləndirə bilirik. Daha sonra 3 həmçinin sayılmayan isimlərdir. 4-də isə animals deyə bilirik. Sonra islands deyə bilirik. Yəni bunlar cəmlənir və yerdə qalır Y variantı. Daha sonra 17-də yenə bizdən sayılmayan isimlər istəyir. Burada 1-də olanlar sayılmayandır. 2-də pencils deyə bilirik. Armies deyə bilirik. 3-də də həmçinin bu isimlər sayılmayandır. 4-də isə stories deyə bilirik. Daha sonra heroes və yerdə qalır D variantı. Daha sonra isə 18-də bizdən cəm isimləri istəyir və burada
Women cəmdədir. Mouse olmalıydı. Mice. Daha sonra people cəmdədir. Tools olmalıydı. Teas. Və daha sonra isə goose olmalıydı. Geese. Və yerdə qalır 1, 3 D variantı. Daha sonra isə 19-a baxaq. 19-da isə bizdən tək isimləri istəyir. Deməli, biri 1-dir. Daha sonra biri 4-dür. Olur C variantı. Socks. Burada S var. Burada həmçinin S var. Cəmdədir. 20-də isə yenə bizdən cəm isimləri istəyir. Burada A variantı education təkdədir. Daha sonra history təkdədir. Member təkdədir. Pool təkdədir. Qalır Y variantı. Biri S-dən cəmlənib, biri isə cəmlənərkən kökündən dəyişib. 21-də bizdən cəm isimləri istəyir. Deməli, Juice və Voice hər ikisi təkdədir. City təkdədir, Method təkdədir, Glass təkdədir, qalır Y variantı. Biri cəmlənərkən kökündən dəyişir və birində isə yəni S var, həmişə cəmdə olan isimlərdən biridir. Daha sonra isə 22-də bizdən tək ismi istəyir. Deməli, Robbers-da S var, Sportsman cəmdədir, daha sonra Women cəmdədir, Prisoners-da S var və yerdə qalır Y variantı. Daha sonra 23-də bizdən deməli tək isimləri istəyir. Burada women cəmlənərkən kökündən dəyişib. Socks-da S var. Daha sonra C-də S var. Daha sonra deməli daha doğrusu ES var burada. D variantı deməli təkdədir. 7 isə people cəmdədir. 24-də isə yenə bizdən tək isimləri istəyir. Burada deməli shoes cəmlənib gedir. B-də roses cəmlənib. Sonra S-də trousers'dır. D-də isə queens'dir və yerdə qalır Y variantı. 25-də isə yenə bizdən eyni qayda ilə cəm isimləri istəyir. Buradan deməli tools təkdədir, watch təkdədir, ruler təkdədir, D variantı hər ikisi cəmdədir. Y-də isə verb təkdədir. 26-da isə bizdən deməli cəmdə olan isim istəyir və bu da deməli B variantındadır ki, people ismi cəmdə işlənib. Elə qalır B variantı. Qalanların hər birində isimlər təkdə işlənib. 27-də isə bizdən deməli cəm isimləri istəyir. Baxaq cəm isimlərə. Burada snack təkdədir, həm təkdədir. Daha sonra policeman bu variant hər biri cəmdə işlənib. Daha sonra isə boss təkdədir, news təkdədir. Qalır C variantı. Daha sonra isə 28-də deməli bizdən yenə cəm isimləri istəyir. Bird təkdədir, air təkdədir, tree təkdədir. Deməli D variantı bizim doğru cavabımızdır. Y-də isə roof təkdə işlənib. Daha sonra 29-da bizdən təkdə olan isimləri istəyir. A variantdan schools cəmdədir. Daha sonra B variantı bizim doğru cavabımızdır. C variantında isə potatoes cəmdədir. D-də languages cəmdədir. Y-də isə tomatoes cəmdədir. Qalır B variantı. 30-da isə bizdən təkli olan isimlər istəyir. Bizim doğru cavabımız A variantı olur. B variantına deməli troops cəmdədir. C-də people, subjects hər ikisi cəmdə işlənib. D-də scissors cəmdədir. Y-də trousers qalır A variantı. 31-də bizdən tək isimləri istəyir. Burada houses cəmdədir. B variantı doğru cavabımız olacaq. C-də deməli drivers cəmdədir. D-də results cəmdədir. Y-də isə feed cəmdədir. Qalır B variantı. 32-də yenə bizdən tək isimləri istəyir. Studios cəmdədir. B variantı doğru cavabımızdır. C-də photos cəmdədir. D-də magazinesdir. Y-də isə children'dır. Daha sonra isə 33-də deməli bizdən tək isimləri istəyir. A variantında seasides cəmdədir. B variantında countries cəmdədir. C variantında passages cəmdədir. D variantında hər biri təkdədir. Y-də isə geese cəmlənib, rooms cəmlənib. Bunları atırıq. 34-də bizdən təkli olan isimləri istəyir. Burada baxırıq ki, A variantında feed cəmdə işlənib. B variantında carrot, daha doğrusu rolls cəmdədir. C-də boş cəmdədir. D variantında hər şey qaydasındadır. Y-də isə students cəmlənib. 35-də bizdən cəm isimləri istəyir.
Baxırıq ki, elə A variantımız doğrudur. B variantına pencil təkdədir. D-də water təkdədir. C-də food təkdədir. Y-də isə dish təkdədir. 36-da isə yenə bizdən cəm isimləri istəyir. A variantında child təkdədir. B variantı doğru cavabımız olacaq. C variantında deg təkdədir. D variantında year təkdədir. Y-də isə duty təkdəşəm. Daha sonra isə 37-də bizdən istəyir tək isimləri. Burada baxırıq ki, mice cəmdə işlənib, daha sonra process təkdədir, C-də trousers-də S var, yenə bu gedir, stairs-də S var, ox təkdədir və step təkdədir, qalır B variantı. Daha sonra isə 38-də bizdən tək isimləri istəyir, deməli teas cəmdədir, bu olmalıydı tools, daha sonra goose təkdədir, glass təkdədir, jeans-də S var, news deməli təkdədir, mən isə cəmdədir. Yerdə qalır 2, 3, 5 A variantı. Daha sonra isə 39-da bizdən istəyir nəyi? Cəm isimləri. Buradan baxırıq ki, tights cəmdədir, 2-də stop təkdədir, 3-də goose cəmdədir, 4-də riches həmçinin cəmdədir, 5-də isə chase təkdədir. 1, 3, 4 C variantı olur. Daha sonra isə 40-da deməli bizdən istəyir nəyi? Cəm isimləri. Baxırıq ki, state təkdədir, actress təkdədir, dishes cəmdədir, 4-də people cəmdədir və officers bu da həmçinin cəmdədir və olur B variantı. Daha sonra isə 41-də bizdən tək isimlərin cərgəsini istəyir və buna görə cəm isimlərimizi atırıq. Jackets-də S var, sonra B-də hands-dir, C bizim doğru cavabımız olacaq, D-də deməli S var, Y-də isə yenə planets-də S var, qalır C variantı. 42-də isə deməli bizdən tək isimləri istəyir. Burada A variantı doğru cavabımız olacaq, B-də feet cəmdə işlənib, C-də ears-də S var, D-də days-də S var, Y-də deməli month-da S var, qalır A variantı. Daha sonra isə 43-də deməli bizdən istəyir nəyi? Tək isimləri. Baxırıq ki, burada businessman-də men cəmliyi göstərir, B-də types-də S var, C-də deməli deserts-də S var, D variantı bizim doğru cavabımızdır, Y variantında isə friends-də S var və doğru cavabımız olur D variantı. Daha sonra 44-də bizdən istəyir nəyi? Tək isimləri. Burada ilə cavabımız A variantı olur, B variantında doctors cəmdədir, C-də teas cəmdədir, D-də deməli sections bu da həmçinin cəmdədir, Y variantında isə nephews bu da cəmlik göstərir, qalır A variantı. 45-də deməli bizdən cəm isimləri istəyir. Burada baxırıq ki, A variantında tail təkdədir, B variantında hər ikisi yenə doğrudur, C variantında address təkdədir, D variantında chairperson təkdədir, Y-də isə ground təkdədir və cavabımız olur B variantı. 46-da isə bizdən cəm isimləri istəyir. Baxırıq ki, partner A təkdədir, B-də hunger təkdədir, D-də office təkdədir, C variantını saxlayırıq, Y-də isə task sadədir. Və cavabımız olur C variantı. Daha sonra 47-də bizdən cəm isimləri istəyir. Burada community təkdədir, harvest təkdədir, goose təkdədir, mouse təkdədir, qalır Y variantı. Daha sonra 48-də bizdən cəm isimləri istəyir. Baxırıq ki, 48-də A-da step təkdədir, B variantı bizim doğru cavabımızdır, C-də food səhvdədir, D-də person deməli təkdədir, Y-dən deməli knowledge təkdədir və qalır B variantı. 49-da isə bizdən yenə cəm isimləri istəyir. A variantında translation təkdədir, B-də man təkdədir, C-də vegetable, D-də hər biri doğrudur, Y-də isə buffalo təkdə işlənir. 50-də yenə bizdən cəm isimləri istəyir. Baxırıq ki, firelight təkdədir, phonetics təkdədir, C-də agreement təkdədir, D-də isə physics təkdədir və qalır bizdə Y variantı ES və S vasitəsilə düzəliblər. 51-də cəm isimdir. Deməli, A variantı doğru cavabımızdır. B-də news təkdədir, D-də door təkdədir, C-də leaf təkdədir, Y-də isə boy təkdədir.
52-də yenə bizdən cəm isimlər istəyir. Box təkdədir, window, food hər ikisi. Daha sonra pencil təkdədir, D-də ox və qalır B variantı. 53-də cəm isimləri istəyir. Burada food təkdədir. C variantı doğru cavabımızdır. Y variantında goose təkdədir. B variantında call, progress hər ikisi təkdə işlənib. D-də isə close və news yenə hər ikisi təkdə işlənib. Daha sonra 54-də bizdən tək ismi istəyir. Burada women cəmdədir, houses cəmdədir, police cəmdədir. C doğru cavabımızdır. Y-də deməli men cəmdə işlənib gedir. 55-də cəm isim istəyir. Burada city təkdədir, town təkdədir, lion təkdədir. C doğru cavabımızdır. Y-də grass təkdədir. Qalır C variantı. 56-da bizdən sayıla bilən isimləri istəyir. Yəni ki, biz bunları saya bilirik. Burada advice sayılmır, daha sonra coffee sayılmır, luck sayılmır, water sayılmır, qalır Y variantı. 57-də burada sayıla bilən isimləri istəyir. Money sayılmır, gold sayılmır, daha sonra deməli air sayılmır, meat də sayılmır və qalır nə? C variantı. 58-də isə uncountable, yəni sayıla bilməyən isimləri istəyir. Burada theater sayılır, seat sayılır, ox, bone, tree hər bir sayılır çıxır. Doktor sayılır çıxır. D variantı bizim doğru cavabımızdır. Y variantında isə city həmçinin sayılır atırıq. 59-da isə yenə bizdən sayılmayan isimlər cərgəsini istəyir. Burada baxırıq ki, shirt, shorts deyə bilir, cəmlənir çıxır. B variantı bizim doğru cavabımızdır. Burada sonra C-də hours, watches, clocks və s. deyə bilirik. D-də teachers deyə bilirik. Y-də isə pens deyə bilirik. Qalır nə? B variantı. 60-da isə bizdən sayıla bilməyən isimləri istəyir. A variantına map, maps deyirik. Daha sonra apple, apples deyə bilirik. C-də deməli slice deyə bilirik. D-də houses deyə bilirik. Və qalır nə? Y variantı. 61-də isə bizdən cəm isimləri istəyir. Burada tennis təkdədir. B-də mouse təkdədir. C-də hər biri cəmdə işlənib. D variantında cow təkdədir, milk təkdədir. Qalır C variantı. 62-də cəm lazımdır bizə. A variantı ilə doğru cavabımızdır. B variantında shoulder təkdədir, forest təkdədir. C-də hair, finger hər ikisi təkdədir və head-i də atırıq. Qalır A variantı. 63-də bizdən tək isimləri istəyir. Burada forest cəmdədir, people cəmdədir, planets cəmdədir, ingredients cəmdədir, qalır Y variantı. 64-də tək isim lazımdır. Burada X atırıq, heroes gedir, daha sonra C variantında hər biri təkdədir, D variantında isə burada products cəmdədir, daha sonra ice cəmdədir. Və buna görə jobs atırıq, goods gedir, C variantı qalır. D variantında deməli tails gedir, pets gedir, qalır C variantı. 66-da isə sayılmayan lazımdır bizə. Table cəmlənə bilir, book cəmlənə bilir. C variantını saxlayırıq. D variantında isə deməli bag sayılır, daha sonra bowl sayılır. Növbəti olaraq isə burada ruler sayılır, qalır C variantı. 67-də deməli bizdən sayılmayanı istəyir. Burada food sayılır, flower sayılır, daha sonra deməli C-də car sayılır, pencil sayılır, D-də finger, table bunlar sayılır, qalır Y variantı. 68-də deməli düzgün olan seçməliyik. Burada 1-də hər şey qaydasındadır. 2-də demişdik ki, yəni the number of-dan sonra isimlər cəmlənməlidir. Participants olmalıydı. Ona görə bunu atırıq. 3-də hər şey qaydasındadır. 4-də də qaydasındadır. 5-də isə article və cəm yan-yana işlənməz. Qalır B variantı. 69-da isə bizdən yenə doğru olan variantı istəyir. A variantında burada chemicals cəmdə işlənib, amma a little-dan olmaz. Çünki a little sayılmayan təklərdən işlənir. B variantında isə burada severaldan sonra isim cəmlənməli idi. Workers olmalıdır. Bunu atırıq. Sonra plenty of-dan sonra da əgər sayılan isim işlənibsə bu cəmlənməlidir. Bunu da atırıq.
Daha sonra D variantında isə burada a number of sayılan cəm isimlərinə işləyən bu sayılmayandır, qalır Y variantı. Növbəti olaraq isə burada 70-də yenə bizdən cəm isimləri istəyir. Buradan baxırıq ki, yəni A variantında heç biri cəmdə deyil, B variantında class təkdədir, C-də deməli hər biri cəmdədir, D variantında news təkdədir, Y-də isə Norman təkdədir, qalır C variantı. 71-də bizdə cəmdə olan isimlər istəyir. Information təkdədir, rice təkdədir, box təkdədir. Deməli D variantında hər ikisi cəmdədir, ES və S. Y-də isə news təkdədir. 72-də bizdən doğru olan variantı istəyir. Information sözü sayılmayanda artikelləri atırıq, qarşısında rəqəm işlənməz və həmçinin onu cəmləndirə bilmərik. Və yerdə qalır D variantı. 73-də isə bizdən doğru olan variantı istəyir. If-dən sonra isim cəmlənməli idi, amma təkdə verib atırıq. 2-də hər şey qaydasındadır. 3-də isə cəmi və təki olan eyni isimlərin yərəkələri apostrofi S-dən düzəlir. 3-ü də atırıq. Yerdə qalır D variantı 2, 4, A. 74-də isə bizdən doğru olanı istəyir. F-dən sonra isim cəmlənməli idi. Men olmalı idi. Ona görə biri atırıq. 2-də deməli artikel və cəmlik yan-yana işlənməz. 3, 4 qalır. Və doğru cavabımız B variantıdır. 75-də isə yenə bizdən doğru olanı istəyir. 1-də hər şey qaydasındadır. 2-də artikeldən cəmlik işlənməz. 3 doğrudur və F-dən sonra isim cəmlənməli idi. Burada olmalı idi nə? Women. Və cavabımız olur 1, 3, B variantı. 76-da isə bizdən sayılmayan isimləri istəyir. Burada baxırıq ki, slices deyə bilirik, bunu atırıq. Sonra rivers deyə bilirik, bunu da atırıq. Hotels deyə bilirik, bunu da atırıq. Daha sonra isə D variantı sayılmayanlardır. Y-də isə languages deyə bilirik. 77-də yenə bizdən doğru olan istəyir. A1-də hər şey qaydasındadır. 2-də F-dən sonra isim cəmlənməlidir. Presence olmalıdır. 3-də hər şey qaydasındadır. 4-də isə yenə isim cəmlənməlidir. Sports, men olmalıydı. Daha sonra 78-də yenə bizdən doğru olan variantı istəyir. Burada 5-dən sonra isim cəmlənməlidir. Slices olmalıydı. 2 doğrudur. 3-də də to-dan sonra isim yenə cəmlənməlidir. Daha sonra isə 4-də hər şey qaydasındadır və cavabımız olur 2, 4, C variantı. 79-da isə isim bizdən cəm isimləri istəyir. Deməli, chess təkdədir, grass təkdədir, cheese təkdədir, D-də hər şey qaydasındadır. Y-də deməli, burada ikinci və üçüncü sözlərimiz təkdədir, qalır D variantı. 80-də isə bizdən sayıla bilən isimləri istəyir. Burada juice sayılmır, pictures sayıla bilir. Yəni, burada pictures deyə bilirik. Daha sonra tooth, teeth deyirik. 4-də bu ismimiz sayılmır. 5-də isə bowls deyə bilirik. 2, 3, 5. B variantı olur. Money isə sayılmır. 81-də bizdən sayıla bilənlər istəyir. Burada puddingdir, waterdır. Daha sonra deməli news sayılmır. Y-də qalır 2, 3, 5. C variantı. Daha sonra isə 82-də bizdən doğru olan istəyir. 1 doğrudur. Advice sayılmadığı üçün artikel olmaz, rəqəm olmaz. 1, 4. B variantı qalır. 83-də isə yəni doğru olan istəyir. 1 doğrudur, 2 doğrudur. Artikel və rəqəm işlənməz. Qalır 1, 2. A variantı. 84-də isə yenə bizdən sayılmayanlar istəyir. Streets deyə bilirik. Yəni küçələr, bunu atırıq. B variantında magazin, jurnallar bu da gedir. C variantı doğru cavabımızdır. D variantında isə deməli burada potato, potatoes deyə bilirik. Yenə cəmlənir. Bunu da atırıq. Y-də isə doctors deyə bilirik. Qalır C variantı. 85-də isə yenə sayılmayanlar istəyir. Burada A variantı ilə sayılmayanlardır. B-də ice deyə bilirik. Shorts deyə bilirik. Toys deyə bilirik. Age deyə bilirik. Sonra deməli kitchens deyə bilirik. Bunlar sayıla bilər. Qalır A variantı. 86 cəmləri istəyir. Burada 2 olur. Deməli daha sonra 5 olur. Clothes. Və 6 jeans, burada da S var və cavabımız olur 2, 5, 6 A variantı. 87-də isə yenə bizdən cəm isimləri istəyir. 1 təkdədir, 2 təkdədir, 3 təkdədir, 4 olur, həmişə cəmdə olan isimdir. 5-də yenə S var. 6-da isə trousersdır. 4, 5, 6 Y variantıdır. 88-də isə bizdən sayılmayan isimləri istəyir. Ox, oxen cəmlənə bilir, yəni sayıla bilir, bu gedir.
flowers deyə bilərik. Yenə bu da saylandı. 3'ü götürürük. 4'də mouse olur mice. Yenə bu da sayıla bilir. Deməli, biz burada 5'i saya bilmirik və 6'nı saya bilmirik. Olur 3, 5, 6. A variantı. 89'da isə yenə bizdən sayıla bilməyən isimləri istəyir. Hand, hands deyirik, houses deyə bilirik, buses deyə bilirik. Bunlar deməli cəmlənə bilir. Yerdə qalır 2, 3, 5. B variantı. 90'da isə bizdən sayıla bilməyən isimləri istəyir. Məsələn, desk deyə bilirik, maps deyə bilirik. 3'ü saxlayırıq. 4 problems deyə bilirik. Bu da gedir. Qalır 3, 5. A variantı. Daha sonra isə 91'də bizdən sayıla bilməyən isimləri istəyir. Burada 1'i götürürük. 2'də pets deyirik. 2 çıxır. 3'də letters, məktublar deyə bilirik. Bu da gedir. 4'ü götürürük. 5'də isə umbrellas deyirik. Qalır 1, 4. Y variantı. 92'də isə bizdən sayıla bilməyən isimləri istəyir. Buradan deməli slices deyə bilirik, lessons deyə bilirik, rooms deyə bilirik. D-ni götürürük. 7'də isə heads deyə bilirik, trees deyə bilirik. Qalır D variantı. 93'də isə bizdən tək isimlər istəyir. Oxen cəmlənib, goods cəmdə olan isimlərdəndir. Tools təkdədir. 4'də shorts S var. Sofa və price təkdədir. 2, 5, 6 D variantıdır. 94'də isə doğru olan istəyir. Deməli, to'dan sonra isim cəmlənməli idi. Yəni burada S apostrofi olmalıydı. Burada 1 gedir. 2'də hər şey qaydasındadır. 3'də də hər şey qaydasındadır. 4'də isə F-dən sonra isim cəmlənməli idi. Qalır 2, 3. D variantı. 95'də yenə tək isimləri istəyir. Burada dolls cəmdədir. Glasses cəmdədir. Pants cəmdədir. D variantdan mice cəmdədir. Qalır Y variantı. 96'da deməli uncountable nouns istəyir. Yəni sayıla bilməyən isimləri. Burada deməli baby, babies, yəni uşaqlar deyə bilirik. Daha sonra B variantı sayılmayanlardır. C variantında apple, apples deyirik, yəni almalar. D variantında pens, qələmlər deyirik. Bu da gedir. Y variantında isə bags, çantalar deyə bilirik. Cəmlənir, qalır B variantı. 97'də yenə sayılmayanları istəyir. Burada elə A variantı da bizim doğru cavabımız. B-də ideas deyə bilirik. Bu deməli sayıla bilən də çıxır. C-də goose olur geese. Deməli bunu da saya bilirik. Bu da çıxır. Doctors olur. Bu da yenə çıxır. Y variantında isə flags, bayraqlar deyə bilirik. Bu da gedir. Qalır A variantı. 98'də bizdən doğru olan istəyir. Deməli burada əgər ki belə tutum bildirirsə, nəsə ölçü və s. yəni bu tipli ifadələr varsa və bundan sonra sayılan isim gəlibsə, deməli bu cəmlənməlidir. Shoes olmalıdır. 1 çıxır. 2'də hər şey qaydasındadır. 3'də article və cəmli şəkilçisi yanaşı olmaz. 4'də hər şey qaydasındadır və 5'də deməli burada bizim ismimiz cəmlənməli idi və yaxud da ki sayıla bilən yəni isim işlənməlidir. Qalır 2, 4 B variantı. 99'da isə yenə bizdən doğru olan istəyir. Burada artikeldən cəmli şəkilçisi işlənməz 1 çıxır. 2'də hər şey qaydasındadır. 3'də hər şey qaydasındadır. 4'də yenə isim burada cəmlənməlidir. Bu da çıxır. Yenə burada 2, 3 bizim doğru cavabımız olur və burada 100'dən sonra sayıla bilən cəm isim işlənməlidir. Qalır 2, 3 D variantı. 100'də isə yenə bizdən sayılmayanları istəyir. Burada məsələn things, əşyalar, nələrsə deyə bilirik. Bu çıxır. Ideas yenə bunu cəmləndirə bilirik. Impressions yenə cəmlənir. Bu da çıxır. D variantında fish sayıla bilən isimdir. Yəni balıq və balıqlar, yəni iki mənada da işlənir. Y variantında isə deməli hər biri sayıla bilməyən isimlərdir. Yəni uncountable. Cavabımız olur Y variantı. 101'də isə yenə cəm isimlər istəyir. Burada gymnastics təkdədir. B-də history təkdədir. C-də furniture təkdədir. D variantında hər biri deməli cəmdədir. Y variantında isə news təkdədir. Daha sonra isə 102'də bizdən doğru olanı istəyir. Burada deməli furniture sayılmadığı üçün article olmaz. Daha sonra deməli 3'də hər şey, C-də hər şey qaydasındadır. D-də furniture sayılmadığı üçün many işlədə bilmərik və maçdan sonra sayıla bilməyən tək işlənir və bu isə cəmlədə səhvdir.
103-də isə bizdən yenə doğru olanı istəyir. Deməli, A variantında hər şey qaydasındadır. B-də a little-dan sonra sayıla bilməyən tək isim işlənir, bunu atırıq. C-də deməli to işlənibsə ismimiz cəmlənməli idi. D-də isə əgər one işlənibsə ismimiz təkdə olmalı idi. Y-də isə a few-dan sonra sayıla bilən cəm isim işlənməli idi. 104-də yenə bizdən doğru olan istəyir. Burada A-da hər şey qaydasındadır. Information sayılmadığı üçün ən işlətmərik, onu cəmlədə bilmərik, a few-dan işlədə bilmərik və sayılmayanda yenə artikeldan işlənməz. 105-də də yenə sayılmayan isim A variantında artikeldan olmaz. A few-dan sonra sayılan cəm isim işlənməlidir. Information sayılmayan cəmlənə bilməz. Sonra təkdən yenə burada cəmlik yanaşı olmaz, qalır B variantı. 106-da cəmdə olan isimləri istəyir. Burada patience təkdədir, foxes cəmdədir, men yenə cəmdədir, 4-də children onsuz da cəmdədir, S artırmağa ehtiyac yoxdur və mice olur. Cavabımız 2, 3, 5-dir. 107-də isə yenə bizdən doğru olan istəyir. 1 doğrudur. Information sayılmadığı üçün to işlənməz. 3-də hər şey qaydasındadır. 4-də a few-dan sonra isim cəmlənməli idi. 5-də isə several'dan sonra gələn isim cəmlənməli idi. Qalır 1, 3. 108-də isə doğru olan istəyir. Deməli 1 doğrudur. 2-də isə a box of toys olmalıydı. Bayaqları qeyd etdiyim kimi, yenə burada tutum bildirirsə, nəsə vahidlik bildirirsə, belə ifadələrdirsə və ismimiz sayılandırsa, mütləq ki, isim cəmlənməlidir. A box of toys, yəni bir qutu oyuncaqlar. 3-də hər şey qaydasındadır və 4-də isə several'dan sonra gələn isim cəmlənməli idi. Qalır 1, 3. 109-da 1-də hər şey qaydasındadır. 2-də burada cəmlənərkən kökünən dəyişən isim olduğu üçün apostrofi S olmalıydı. 2-ni atırıq. Deməli 3 səhvdir. Çünki burada deyir ki, bir neçə qızın adları olmalıydı. Yəni adı yox. Çünki hər bir qızın adı fərqli olduğu üçün o cəmlənməli idi və yerdə qalır 4. 1, 4.